Salam, bugün fevralın 15-i 2026 tarixində keçirilən OTK-nın 11-ci sinif buraxılış sınaq suallarına baxırıq. Başlayaq. Birinci sualdan. İki müstəvi 60 dərəcəli bucaq altında kəsişir. Bu müstəvilərin birinin üzərindəki A nöqtəsi ilə digər müstəviyə qədər olan məsafə 6-dır. A nöqtəsindən müstəvilərin kəsişmə xəttinə qədər olan məsafə. Baxın, təsəvvür olaraq belə yaradaq. Bir müstəvimiz, məsələn, olsun bu şəkildə. Və bundan ikinci bir müstəvini çəkək, 60 dərəcəli bucaq altında kəsişən. Bax, ikinci müstəvimiz də bu şəkildə. Məsələn, bunun üzərindəki hər hansısa bir A nöqtəsindən digər müstəviyə çəkilən məsafə dedikdə 90 dərəcə həmin müstəviyə perpendikulyar olan bir düz xətt təsəvvür olunur. Buna 6 verib, bizdən digər A nöqtəsindən müstəvinin kəsişmə nöqtəsinə qədər olan məsafə. Baxın, bizdən istədiyi məsafə bu məsafə olacaq. Baxın, AC deyək. AC məsafəsi olacaq. Və bu bucağın, müstəvilər arasındakı bucağın 60 dərəcə olduğunu deyir bizə. Biz C nöqtəsi ilə burada bir B nöqtəsi deyək. B nöqtəsini birləşdirsək, burada bir düz bucaqlı üst bucaq yaranır. Çünki A nöqtəsindən B nöqtəsinə çəkilən düz xətt həmin müstəviyə perpendikulyardır. Və C bucağının 60 dərəcə olduğunu deyir bizə. İki müstəvi arasındakı bucaq 60 dərəcədir. Və buradan biz AC düz xəttini tapmaqdan ötürü adi Pifaqor 30-60-93 bucağından istifadə edəcəyik. 6, 60, burada 30. 60-ın qabağı 6-dırsa, 30-un qabağı olur 2 köşdə 3. 6-nı bölürük köşdə 3-ə. Köşdə 3-ə vuranda surəti məxrəci irrasionallıqdan azad etmək üçün köşdə 3-ə vurduq. İxtisar gedir, qalır 2 köşdə 3. 2 köşdə 6 yazmışıq. 2 köşdə 3. Və biz bilirik ki, 30-un qabağındakı katet hipotenusdan 2 dəfə balacadır. Onda bizdən hipotenusumuz da olur 4 köşdə 3 və bizdən də həmin hipotenusun A nöqtəsindən bu müstəvilərin kəsişmə xəttinə qədər olan məsafəni istəyir. Cavab olur 4 köşdə 3 Y variantı. 15% 60 olan ədəd 60-ı vururuq 15-də 100-ə. 60-ın 15% dedikdə %15-ə vuruq. 15% 60 dedikdə 15-də 100-ə vuruq. Tərsinə. İxtisar gedir 4. Cavabımız olur 400 A variantı. A çoxluğunun elementləri 2 rəqəmli cüt ədədlər. B çoxluğunun elementləri isə 6-ya bölünən 2 rəqəmli ədədlərdir. A kəsişir B çoxluğunun elementlərinin sayını tapın. Baxın, 2 rəqəmli cüt ədədlər. B çoxluğunda isə 6-ya bölünən 2 rəqəmli ədədlər. Bizə onsuz da 6-ya bölünən ədəd 2-yə bölünür. Yəni, əslində burada B çoxluğu A-nın alt çoxluğudur. Sadəcə 6-ya bölünən 2 rəqəmli ədədlərin sayını tapsaq bizə bəsdir. 99-u böləcəyik 6-ya, görək neçə dəfə düşür? 16 dəfə tam düşür. 16 dəfə qalıb üst. Deməli, ümumilikdə 99-a kimi 16 dənə ədəd var ki, 6-ya bölünür. Və 6-ya bölünən ədəd 2-yə də bölünür. Bizdən kəsişmə istəyir. Yəni, həm 2-yə, həm 6-ya bölünən ədədləri göstərməliyik. 6-ya bölünən 2-yə bölündüyünə görə heç 2-yə bölünənlərə baxmırıq. Və bizdə nə idi? 2 rəqəmli ədədlər istəyir. 16 dənə 99, 1-dən 99-a kimi 16 dənə ədəd var 6-ya bölünən. 6, 12, 18 və s. ən sonuncusu 96-da. Buradan biz 6-nı çıxaracağıq. Çünki 6 2 rəqəmli ədəd deyil. Cavabımız olur A variantı 15. Gəldik. Radiusu kürənin səthinin sahəsi. Kürənin səthinin sahə düsturu 4 pi r kvadratlı düsturu ilə hesablanır. S kürə yazaq. Kürənin səth düsturu bu düsturdur. Bu düsturdan istifadə edib kürənin səthinin sahəsini tapacağıq. 4 vurulsun, pi vurulsun. Radiusumuz da 5-dirsə 5-in kvadratı 25. Cavabımız olur 100 pi. Y variantı. 35-ci sual. Tənliklər sistemindən x, y hasilini tapın. Burada nə edəyək uşaqlar? Burada bax, yuxarıda ortaq vuruq var. Sadə formada belə həll edə bilərik. X-i çıxardarıq bu ikisindən mörtəzə xaricinə. Qalar 2x üstəgəl y bərabərdir 2-yə. Və məxrəcdə də 2x üstəgəl y-in qiymətini bizə verib 1. Əgər 2x üstəgəl y 1-dirsə, yəni bu ifadə 1-ə bərabərsə, deməli x 2 olmalıdır. X-i tapdıq 2. Gətirib yerinə yazsaq, burada 4 alınır.
4 üstəgəl y bərabərdir 1, y də bərabərdir -3-ə. Y-imiz də olur -3. Bizdən x, y hasilini istəyir. Cavabımız olur D variantı -6. Natural ədədlərin cəmi bərabər. Adi xətti bərabərsizlikdir. Mötərizələri açaq. 4x çıx 6 kiçik bərabərdir 3x çıx 2. X-ları bərabərsizliyin bir tərəfinə, ədədləri də digər tərəfinə yığırıq. 4x çıx 3x kiçik bərabərdir 6 çıx 2. Buradan da x kiçik bərabərdir 4-dən. Ödəyən natural ədədlərin cəmi. Bunu ödəyən natural ədədlər də 1, 2, 3 və 4 də daxil olduğuna görə 4 olur. Bunları da cəmi edir 10. B variantı. 37-ci sual. Tənbölən verilib və AB ilə AC nisbətini verib. AB-yə 2K desək, AC-yə də 3K deyirik və BD-nə 6 verib. Tənbölənin xassəsini biz bilirik ki, tənbölən qarşı tərəfi yan tərəflərlə eyni nisbətdə bölür. Yəni, yan tərəflər hansı nisbətdə bölünübdürsə, tərəflər də eyni nisbətdə bölünür. Məsələn, biz adətən belə göstərmişik. 2K böl 6 bərabərdir 3K böl X. Burada onsuz da K-ları islah eləmək olar. Hər tərəfi K-ya bölürük. Alınır nə? 2x bərabərdir 18, x də bərabərdir 9. Bizdən sonda nə istədiyini həmişə baxaq. Çünki məsələn, biz buranı 9 taparıq. Bizdən məsələn, BC-ni istəyə bilər, yanıla bilərik. Cavabımız olur C variantı. Və yaxud da 2K 6-ya bərabərdir, 3K da deməli 9-a bərabərdir. Nisbət dəyişməsin deyə x 9 olmalıdır. 38-ci sual. İfadələri sadələşdirin. Rasional kəsirlərə aid bir sualdır. Yuxarının aşağını əvvəlcə ayıraq. X sıx 2, üstəgəl 2. Bəzən bu tip misallarda vuruqlara ayırmada çətinlik çəkilir. Gəlin onu buradan qıraqdan qeyd edək. Məsələn, x kvadrat sıx x sıx 2. Belə olanda, əgər vuruqlara ayırmada çətinlik çəkirsinizsə, birinci köklərini tapın. Yəni, bu ifadəni sıfıra nələr çevirir? Biz bunu diskriminantla və yaxud vietlə də tapası olsaq, x1-imiz olur 2, cəmi 1 olsun, hasili -2. X2-miz də olur 1, -1. Vuruqları ayırandan sonra artıq biz, köklərini tapandan sonra artıq biz vuruqları ayıra bilərik. Deməli, olacaq necə? X sıx 2, x üstəgəl 1. Bax, bu ifadənin vuruqlara ayrılışını bu şəkildə göstərə bilərik. Vurulsun, digərində yazaq. Bu da yenə a kvadrat sıx b kvadrat düsturudur. Surətdə də x-i çıxarsaq mötərizə xaricinə qalır x üstəgəl 2. Aralarında vurmadır. Belə deyək. X üstəgəl 2-lər ixtisar getdi. Burada x sıx 2-lər ixtisar getdi. X üstəgəl 1-lər ixtisar getdi. Məxrəcdə qalır x sıx 1, surətdə də x. C variantı. 39-cu sual. Trigonometrik bir tənlikdir. Baxın, kosinus x-ə əvvəlcə bir t deyək. Kosinus x bərabərdir t-yə. İndi bunu kvadrat tənlik kimi həll edəcəyik. T kvadrat üstəgəl 2t üstəgəl 1 bərabərdir 0. Və bu tənliyi həll edəndə diskriminant 0 olur. T bir dənə olur. Yəni, bir dənə kökü var bu tənliyin. T-miz olur bizim -1. Belə də göstərmək olar da. Əslində nədir? T üstəgəl 1-in kvadratının açılışıdır. Bax, yuxarıdakı ifadə. T də burada -1 olmalıdır. Yəni, kosinus x, ən sonda yazaq, kosinus x bərabərdir -1. Kosinus da -1-i nə zaman alır? Baxaq. Kosinus, baxın, burada 1-ə bərabərdir. 90 dərəcədə 0-a bərabərdir. Pi də -1-ə bərabər olacaq. Ən kiçik qiymətini alır. Və pi-nin dövürləri qədər. Pi üstəgəl 2pi. Deməli, x bərabərdir. Pi üstəgəl 2pi k. Cavabımız olur bu şəkildə A variantı. 40-cı sual, ifadəni sadələşdirin. Baxın, belə görürsünüz ki, məsələn, 6,4-dən və 0,4-dən heç nə çıxmır. Amma biz bunu 64 eləyək, digərində 4 eləyək. Belədə nə edirik biz ifadəni? Kökdə ona vururuq. Həm kökdə ona vurub, həm də kökdə ona böləcəyik ifadəni. Yazacağıq. Kökdə 6,4 üstəgəl. Kökdə 0,4 vur kökdə 10, məxrəcdə də yenə kökdə 10. Bərabərdir. Mötərizəli vurub açaq vurma paylıma xassəsi olur kök altında 64 üstəgəl kök altında 4 böl kök altında 10. Və kök altında 64 və 4-dən artıq ədəd çıxır. 8 üstəgəl 2.
eləyir 10, məxrəcdə də kök altına 10. İrasionallıqdan azad etmək üçün surətli məxrəci kökdə 10-a vuraq. 10-u vurduq kökdə 10-a. 10 kökdə 10, kökdə 10-u da kökdə 10-a vuranda 10. Onlar ixtisar gedir. Cavabımız qalır kökdə 10, D variantı. Sonsuz həndəsi silsilədə S-i verib. Sonsuz həndəsi silsilənin cəm düsturu B1 bölünsün 1 minus Q düsturu ilə hesablanır. B1 bölünsün 1 minus Q. Bizə S-i verib 15 bərabərdir. B1-i istəyir bizdən. B1-in qiyməti bəllidir. Q-müz də 3-də 1-dir. 1 çıx 3-də 1. Bu da bərabərdir. Bərabərdir yazmayaq. 15 bərabərdir. B1 bölünsün 3-də 2. B1-i tapmaqdan ötürü çarpaz şəkildə 15-i vuracağıq 3-də 2-yə. B1 bərabərdir. 15 vurulsun 3-də 2. İxtisar gedir 5 qalır. Cavabımız olur 10, A variantı. Kompleks ədədin hasili. Kompleks ədədlərin hasilini biz adi çox hədliyin vurması kimi yaza bilərik. 5 çıx i vurulsun 3 üstə gəl i. 3-ü vuruq 5-ə. 15 üstə gəl. 5-i vuruq i-yə. 5i çıxılsın. Mənfini vuruq 3-ə. Yəni çıx 3-i. Mənfini vuruq i-yə. Çıxılsın i-nin kvadratı. Bu da bərabərdir. Uşaqlar, biz bilirik ki, i kvadratı bərabərdir mənfi 1-ə. Və 15-dən mənfi 1-i çıxmaq. Baxın, mənfi 1-i çıxmaq qarşısına bir dənə də çıxma olduğuna görə toplam olacaq. Yəni 15-in üstünə 1 gələcək. Olacaq 16. 5i-dən də 3-ini çıxanda qalacaq müsbət 2i. Cavabımız olur 16 üstəgəl 2i. İfadəsinin qiymətini istəyir. Elə bucaqlar verib ki, hamısının qiymətini biz bilirik. Sinus 60-da kökdə 3 böl 2. Burada əslində sadələşdirmə eləmək olar. Olsun. Yəni kosinus 30-un əvəzinə sinus 60 yazıb 2 sinus 60. Aşağıda da 2 tangens 60 kimi yazmaq olar. Elə də yazarıq. Kosinus 30-da da kökdə 3 böl 2. Tangens 60-da bizə verir kökdə 3. Kotangens 30-da da bizə verir kökdə 3. Və surətdə olur. Deməli, elə bir A bölü 2 ilə A bölü 2-ni toplayanda A verir də bizə. Yəni kökdə 3 böl 2 kökdə 3. Kökdə 3-lər gedir. Cavabımız qalır 2-də 1 C variantı. Və yaxud da belə yazmaq olardı. Məsələn, kosinus 30-un əvəzinə sinus 60 yaza bilərik biz. Çünki 90 dərəcəyə tamamlanan bucaqda 30-un üstünə 60 gələndə 90 edir. Olur yuxarıda sinus 2 sinus 60. Məxrəcdə də həmçinin kotangens 30-un əvəzinə tangens 60 yazsaq olacaq 2 tangens 60. İxtisar gedir. Sinus 60-da kökdə 3 bölü 2. Tangens 60-da da kökdə 3. Yenə kökdə 3-lər ixtisar gedir. Cavab 2-də 1 qalır. Birinci qayda ən yaxşısıdır. 44-cü sual nə deyir? BD parçası ABC üçbucağının S'in parçası isə BCD üçbucağının medianıdır. Aha. BD ABC'nin medianıdırsa AD və DC bərabərdir. S'in də BCD'nin medianıdırsa onda BM-lə də MD bərabərdir. Bu üçbucağın sahəsi ABC üçbucağının sahəsi 180 olarsa bizdən MBC-ni istəyir. Uşaqlar, biz bilirik ki, median üçbucağı bərabər sahəli 2 üçbucağa ayırır. Yəni biz burada BD-ni çəkməklə 90, 90 sahəli 2 dənə üçbucağı alırıq. Bizdən nə istəyirdi? MBC-ni. Bu üçbucağın sahəsini istəyir. İndi 90 sahəsi 90 olan bir üçbucaq çəkim və bununla da bir median çəkim. Median çəkmişəmsə artıq nə? 45, 45. 90-ı təzədən yenə 2 yerə bölür. Cavabımız olur 45 kvadrat vahiddir. 45 kvadrat. 45-ci sual. Burada nə edəcəyik uşaqlar? Burada bax, biz tərsin yaza bilərik. Necə yazaq bunu? Biz bilirik ki, məsələn, loqaritma A-dan B bərabərdir. Tərsin yaza bilərik də. 1 bölünsün loqaritma B əsasdan A. Bu şəkildə yaza bilərik. Burada da eyni şəkildə yazsaq, ya bunu, ya bunu. Məsələn, bunu yazaq, gəlin. Çünki burada da 15 əsas var, dəyişəcək. Deməli, loqaritma 2 əsasdan 7, bu birisi də olsun loqaritma 15-dən 7. Baxın, elə bir
7-dən 15-ə vurmaq, 7 əsasdan 15-ə vurmaq, 15 əsasdan 7-yə bölməkdir. Bir-birlərinin tərsidir. Əvvəlcə bunu sadələşdirək. Burada da bir dəqiqə. Yox, biz tərsini yazmalıydıq. Tərsini yazsaq alınacaq. Çünki belə verməyəcək bizə. Bunu buna bölək. Çünki ikisi də eyni əsasda olsun. Bir qaydamız da var bizim. Loqaritma A əsasdan B bölünsün loqaritma A əsasdan C. Bu bizə nə verir? Loqaritma A'lar əsaslar eyni olduğuna görə C-dən B. C əsasdan B. Baxın, burada da bunu buna bölək. Yazaq loqaritma 7 əsasdan 15 böl loqaritma 7 əsasdan 2. Baxın, yerlərin dəyişdi və məxrəcə düşdü. Yəni bölməyə çevrildi. Bir ədədi məsələn 5-ə vurmaq nədir? 5-də 1-ə bölməkdir. Bunu da elə düşünün. Əsaslar eyni olduğuna görə bunlar getdi. Qalır loqaritma 2 əsasdan 15. İndi loqaritma 2 əsasdan 15-i 15 əsasdan 8-ə vuraq. Buradan davam edək. Baxın, bu 8-in əvəzinə də biz 2-nin kubu yazarıq. Yazarıq loqaritma 15 əsasdan 2-nin kubu. Biz bilirik ki, üstə qüvvət qarşıya keçə bilər. Yəni biz bunu belə yaza bilərik. Loqaritma vurulsun 2 3 vurulsun 3 qarşıya keçəcək. Vurulsun loqaritma 15 əsasdan 2. Burada da biz bilirik, bir-birlərinin tərsi daxil loqaritma 15 əsasdan 2 ilə 2 əsasdan 15. Bunların hasili 1-dir. Son cavabımız qalır ona görə 3. 46-cı sual üslü tənlikdir. 64-də 1, gəlin yazaq. 64-də 1, 2 üstü mənfi 6-dır. 2 üstü 6, 64-dür. 2 üstü mənfi 6 da 64-də 1. Deməli, bu ifadə x kvadrat çıx 5x bərabər olmalıdır mənfi 6-ya ki, 2 üstü mənfi 6 bizə 64-də 1 versin. Kvadrat tənliyi alınır. Burada da v-lə tapsaq, x-larımız olur. Cəmi 5, hasili 6. 2 və 3. Böyük kökünü istəyir bizdən, cavab götürəcəyik 3-ü. 210 ədədinin sadə vuruqlarının cəmi, lap sadə sual salıblar. 210-u sadə vuruqlarına ayıraq. 105, 105 3-ə bölünür. 35, 5, 7, 7, 1. Müxtəlif sadə demir, bir şey demir. Mesela bunları toplayanda cavab olur 17. Çox sadə bir sualdır bu. Gəldik 48-ci sual. ABC və MNK üçbucaqları oxşardır. AB 10-dur. Digərlərində verib. ABC üçbucağının perimetrini istəyir. Baxın uşaqlar. Uyğun tərəflərin nisbəti dəyişmir. 10 məsələn 5 dəfə kiçildilib. Deməli, məsələn, BC tərəfi də 5 dəfə kiçildiləndə 5 alınmalıdır. Onda belə çıxır ki, BC olur 25. Həmçinin altını da yenə 5-ə vurmalıyıq, 30. Oxşar üçbucaqlarda uyğun tərəflərin nisbəti dəyişmir axı, eyni olaraq qalmalıdır. Vəssalam. Bunları da toplayanda cavabımız olur 65. 5 dəfə kiçildilmiş formasıdır. MNK ABC-nin 5 dəfə kiçildilmiş formasıdır. Bütün tərəfləri. ABCD trapesiyası verilib, bucaqlar verilib və BC 4 verib. Qeyd eləyək bunu. CD də verib 7. Baxın, 50, 80, 72, 36, 70, 40. Məsələn, belə bucaqlar görəndə, burada məsələn, bəzən biz çox vaxt deyirik ki, məsələn, hündürlük çəkirik, müəyyən bucaqlar yaranır, ya 30 verir, ya 45 verir, ya 60 verir. Cavabı tapmaq olur. Bu tip misallarda paralel düz xətlərdən istifadə edəcəyik. Necə paralel düz xətlər? Ya C-dən AB-yə bir paralel çəkəcəyik, ya da B-dən CD-yə paralel bir düz xət çəkəcəyik. Gəlin C nöqtəsindən AB-yə paralel bir düz xət çəkək. Bizdən nə istəyir? CD-ni veribdi 7. Bağışlayın. Səhv qeyd etmişəm. Bizdən AD oturacağını istəyir. Bir paralel düz xət çəkdim və nə deyirəm? Əgər bu ikisi paralel, AB paralel, buna da CM nöqtəsi deyək. CM nöqtəsi və AB paralel, trapesiyada bilirik ki, oturacaqlar da paralel. Onda AM olur 4. AM-i tapdıq. İndi gəlin bucaqlardan necə istifadə edək? Baxın, 2 paralel düz xətdir. Bu da onu kəsən 3-cü düz xətdir. 2 düz xətdir, bir düz xət eyni bucaq altında kəsir də. Yəni bu iki bucaq bir-birinə bərabər olmalıdır. Uyğun bucaqlardır sanki.
Yəni bu bucaq olmalıdır 50 dərəcə, en bucağı. Və bura 50 dərəcədirsə, bax bu üç bucaqdan daxili bucaqların cəmi 180 olması üçün C bucağı da olur 50 dərəcə. Və burada yaranan bu CMD üç bucağı necə üç bucaq olur? Bərabər yanlı oturacağa birləşik bucaqlar bərabərdir axı. Onda belə çıxır ki, MD də 7-dir. Və bizdən də AD-ni bütöv istəyir. 4 ilə 7-ni toplayırıq. Cavabımız olur 11. Qutuda deməli müəyyən karandaş təsadüf iki qələmin eyni rəngli olması hadisəsinin ehtimalı. Deməli, gəlin qeyd eləyək bunları. Sarıdan 4 dənədir, qaradan 3 dənə, yaşıldan da 5 dənə. Bu sualda deməli nə edəcəyik uşaqlar? Baxın, ümumi halların sayına baxaq. Bizə 2 qələm seçməliyik. Neçə qələmdən? Cəmi burada 12 dənə qələmlər var. Ümumi halların sayı. Biz bilirik ehtimal necə hesablanır? Əlverişli halların sayı bölünsün ümumi halların sayı. Ümumi halların sayına baxaq. Ümumi hallar. Biz bilirik nə? 2 dənə karandaş seçəcəyik. Yəni kombinizon neçə? 12-dən 2. O da bərabərdir. Yuxarıda 12 faktorial bölünsün 10 çıx 2, yəni 10 faktorial vurulsun 2 faktorial. Bu da bərabərdir. 11, 12 qalır yuxarıda, məxrəcdə də 2 qalır. Cavab olur 66. Ümumi 66 dənə bizim formamız var ki, 66 formada 12 karandaşın ikisini 66 formada seçə bilərik. Məsələn, 2 göy, 1 göylə digər göy qələm yoxdur, sarı olsun. Yəni burada 2 sarı nömrələnmiş qələmlər kimi düşünün də bunu. 66 dənə ümumi halımız var. İndi bizə əlverişli olan hal nədir? İkisi də sarı gəlsin. İkisi də qara gəlsin və ya ikisi də yaşıl gəlsin. İkisini sarı, 2 sarını 4 karandaşdan seçəcəyik də biz. Görək 4-dən 2 bizə nə verir? Kombinizon 4-dən 2. 4 faktorial böl 2 faktorial 2 faktorial. Bu bizə verir 6. 3-dən 2 də gələ bilər. Əsas odur, ikisi də eyni rəngdə olsun. 3-dən 2 olacaq nə? 3 faktorial böl 2 faktorial bu bizə verir 3. Bir də kombinizon 5-dən 2. 5 faktorial böl 3 faktorial vur 2 faktorial. Yuxarıda 4 vur 5 qalır. 2-yə böləndə də 10. Deməli, bax, ola bilər ki, 6 formada biz sarı seçdik. 3 formada qara seçə bilərik. 10 formada da yaşıl. 10 dənə də, yəni bizim əlverişli halların ümumi sayı bu qədərdir. Və bunların cəmləyəcəyik biz. 19 dənə bizim ümumi halımız, əlverişli halımız var. Ümumi halların sayı da 66. Cavabımız olur 66-da 19. Davam edirik. 51-ci sual. Çənin altda 5 hissəsi su ilə doludur. Çəndəki suyun 5də 1 hissəsi işləndikdən sonra 80 litr su qaldı. Çən neçə litr? Çən x qədər su tutur, tutalım uşaqlar. Altda 5-i su ilə doldur. Yəni çəndə altda 5x qədər su var. 5də 1-i işləndi. 80 litr su qaldı. Uşaqlar, bunun 5də 1-ini tapıb çıxa bilərik. Ya da çəndə olan su altda 5x-dir da. Bunun 5də 1-ini işlədəndə qalacaq 5də 4-ü. Və bu bərabər olmalıdır 80-a. Bunu həll edək. 5-lər ixtisar gedir. 3də 2x bərabərdir 80. X da bərabərdir 80-ı vururuq 2də 3-ə. 40. Cavab olur 120. Deməli, bizim çənimiz 120 litr su tutur. Bir də nə etmək olar? Elə bir ki, geridən başlayaraq hesablamağa. Nətər? Bax, 5də 1-i işləndi, qaldı 80 litr. Deməli, 5də 4-ü qalıb. Çəndəki suyun 5də 4-ü. Və 5də 4-ə 80 olan ədəd tapırıq. 80-ə vururuq 4də 5-ə. 100. Deməli, çənimizin 6da 5-i, yəni 100 litr su var idi. 100-ün 5də 1-i getdi, qaldı 80 litr. Və bu 100 litr nədir? Çəndəki suyun, yəni çənin özünün 6da 5 hissəsi, ümumi tam tuta biləcəyi suyun 6da 5 hissəsi. 6da 5 hissəsi 100 olan ədəd tapırıq. Bu dəfə də 100-ü vururuq 5də 6-ya. Sar gedir 20, cavabımız olur 120. Yenə də eyni cavabı almış oluruq. 82-ci sual piramidadır. Oturacağın diaqonalı AC yantili AS4 olan düzgün 4 bucaqlı piramidanın həcmi. Piramidanın həcm düsturu necədir? V bərabərdir 3də 1 S oturacaq vurulsun H. Burada nə edəyək uşaqlar? Bizə AC-ni verib 4 köşdə 3.
və düzgün dördbucaqlıdır deyir. Düzgün dördbucaqlıdırsa biz bunun oturacağın sahəsi yan tərəfləri tapmaq olar, düzdür. Amma tapmayaq, ehtiyac yoxdur. Çünki kvadrat üçün belə bir sahə də var da. S bərabərdir d kvadrat bölü 2. Yəni diaqonalların kvadratını 2-yə bölə bilərik. Belə tapaq hələ. Çünki köşdə 3-dən verib biraz bizi yorar bu. Gəlin belə eləyək. Yazılanları qeyd eləyək üstünə. Davam eləyərik. Baxın, diaqonal veribdir 4 köşdə 3. 4 köşdə 3 isə diaqonallar yarı-bayarı bölünür. Biz bilirik kvadratda. Olur 2 köşdə 3 və bizə AS-i verib. Gəlin onu da bu tərəfdən qeyd eləyək. 2 köşdə 3. AS-i bizə veribdir 4. Biz hündürlüyü tapa bilirik də buradan. Adi baxın, burada bir düzbucaqlı üçbucaq yaranıb. Düzbucaqlı üçbucaq yaranıb. Bax, burada düzbucaqda hündürlük perpendikulyara indirilir axı oturacağa. Hündürlükdəki iki üstəv üzərində iki düz xəttin kəsişməsinə, ikisinə də perpendikulyar olmalıdır. Yəni AC-yə perpendikulyardır. OS AO-ya perpendikulyardır. Və buradan biz rahatlıqla OS-i tapa bilirik. Yəni hündürlüyü tapa bilirik. H bərabərdir 4-ün kvadratından 2 köşdə 3-ün kvadratını çıxırıq. 16-dan 12 çıxırıq 4, 4-dən də kök altına çıxır 2. Bizim OS oldu 2. İndi oturacağın sahəsini tapaq. S oturacaq bərabərdir. Qaydası ilə tapaq uşaqlar. Sonra lap düstur yaddan çıxanda, yəni d kvadrat bölü 2 yaddan çıxanda da necə tapacağıq onu da göstərərəm. Diaqonalımız bizim 4 köşdə 3-də. 4 köşdə 3-ün kvadratı 16 vur 3 bölü 2. Bu da bərabərdir. İxtisar gedir 8. 8 də 3-ə vururuq 24. Oturacağı tapdıq. Hündürlük var. Artıq biz həzmi tapa bilirik. 3-də 1 vurulsun. S oturacaq 24 vurulsun H2. İxtisar gedir 8 qalır. 8 də 2-yə vururuq 16. Bizim deməli həzmimiz oldu 16. Bu bizim qaydamız. İndi gəlin bir düzgün dördbucaqlı çəkək. Bax, diaqonal deyirik 4 köşdə üstü, düzdür? Biz kvadratdır da bu. Kvadratın burada yaranan bir bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bərabər yanlı düzbucaqlı üçbucağındakı betonusu kökdə 2-yə böləndə katet alınır. Yəni 4 köşdə 3 bölünsün köşdə 2. Bu olur bunun bir tərəfi. Bunun kvadratını tapanda nə olur? Yəni digər tərəfi də 4 köşdə 3 bölü 2 olur. 4 köşdə 3 bölü 2 köşdə 2 vurulsun 4 köşdə 3 bölü köşdə 2. Bir-birinə vuranda nə olur? Yuxarıda, yəni surətdə alınır 16 vur 3. Məxrəcdə də köşdə 2-ni köşdə 2-yə vuranda 2. Yəni eyni şeydir. Orada d kvadrat bölü 2 düsturu ilə sahəni, oturacağın sahəsini tapmaq olar. Bu 52-ci sual. 53-cü sual. Durğun sudakı deməli 50 kilometr qayığın çayın axını ilə 3 saata getdiyi yol axından qarşı 4 saata getdiyi yoldan 8 kilometr azdır. Deməli, qayığın sürətini bizə verib 50. Çayın sürəti x. Deməli, axın ilə 3 saata getdiyi yol. Axın ilə gedəndə biz bilirik ki, sürətlər toplanılır. Çay qayığa köməklik eləyir. Axına qarşı 4 saata getdiyi yol. 50 çıxılsın x. Hansı azdır? Axın ilə getdiyi yol azdır. Ona görə bunun üstünə bir 8 gələk ki, bunlar bərabərləşsin. Məsələn, axın ilə 3 saata getdiyi yol 8 saat az olduğuna görə üstünə 8 gəlir. 4 saata axına qarşı getdiyi yola bərabər olsun. Tənliyi həll eləyək. 150 üstəgəl 3x üstəgəl 8 bərabər 200 çıxılsın 4x-a. 200. X-ları bir tərəfə yığaq. 3x-in üstünə 4x gəlir. 7x bərabərdir. 200-dən də 150, sonra da 8 çıxsaq, qalır 42. Buradan da x bərabər olur 6-ya. Deməli, çayın sürəti 6 imiş. 54-cü sual funksiya sualıdır. Deməli, uşaqlar, bizdən F4-ü istəyir. Biz gəlin burada birinci məsələn funksiyanın A-sını, B-sini, C-sini araşdıraq. Bax, necə tapacağıq? Bax, funksiyamızın, görürsünüz, y-i kəsdiyi nöqtə 5-dir. Yəni, bizim C-miz 5-dir. Funksiyamız deməli bu haldadır.
ax kvadrat üstəgəl bx üstəgəl 5. C-ni tapdıq. İndi qaldı A ilə B-ni tapmaq. Baxın, təpə nöqtəsinin koordinatları görürsünüz, 1, 4. 1, 4-dürsə, deməli funksiyamız bizim bu şəkildədir. A-nı yox, burada məsələn, gəlin yazaq. 1 yazanda 4 alınır, düzdür? X-in yerinə 1 yazanda funksiyamız 4 qiymətini alır. X-ların yerinə aparaq 1 yazaq. 1 yazanda olur A üstəgəl B üstəgəl 5 bərabərdir 4-ə. Bir də nədir? Təpə nöqtəsinin koordinatıdır da bu. Təpə nöqtəsinin koordinatı necə tapılır? Yəni x0 düsturu yadınızdadırsa, -b böl 2a. Və -b böl 2a'mız da 1-ə bərabərdir. Yazaq. -b böl 2a bərabərdir 1-ə. x0'ımız. Yəni x-in yerinə nə yazanda ən kiçik qiymətini alır? 1 yazanda. 1 yazanda ən kiçik qiyməti olur 4. Buradan aşağıda əvəz etmə aparaq. Məncə. Buradan b bərabərdir. -2a yaza bilərik. -2a olsun ki, buradakı mənfi ilə birləşsin. Müsbət 2a olsun. Bir-birinə böləndə 1 alınsın. B-nin yerinə aparıb -2a yazaq. A üstəgəl -2a bərabərdir. 4-dən də 5-i çıxaq. -1. Buradan da A alınır 1. A-nı 1 tapdıq. A 1-dirsə, B də deməli -2-dir. Deməli, bizim funksiyamız bu şəkildəymiş. Fx bərabərdir. X kvadrat çıx 2x üstəgəl 5. Və bizdən F4 istəyir. X-ların yerinə 4 yazıb hesablayacağıq. 16 çıx 8 üstəgəl 5. Bu da bizə verir 13. Deməli, F4-ümüz 13-ə bərabərdir. Bir belə yazmaq olardı. Bir də tam kvadrat ayırmanın qaydasından istifadə edib yazmaq olardı uşaqlar. Orada da əslində nədir? Bizə verilib ax kvadrat üstəgəl bx üstəgəl 5. Bu bizim funksiyamızdır. Burada tam kvadratı necə ayıracağıq? Fx bərabər. Bilirəm ki, hər tərəfi A-nı mötərizə xaricinə çıxaraq və yaxud da çıxaraq A-nı mötərizə xaricinə. O biraz uzun olacaq. Olur belə. X kvadrat üstəgəl b böl a x üstəgəl 5 böl a. Sonra nə deyirəm uşaqlar? Bax, bu ikisinə baxıb biz tam yenə düsturumuzla gəlib çıxacağıq. Sistem təhlili qurulacaq uşaqlar. Elə bayaqki qayda ilə yadda saxlasanız daha yaxşıdır. Düsturların bəzilərini yadda saxlamaq daha faydalıdır. Biz də əzbərdən qaçırıq. Amma bunu bir tək bunu kvadratik funksiyada yadda saxlamaq vacibdir. Gəldik sonuncu suala. Çevrənin A nöqtəsindən uzunluqları 16-12 olan qarşılıqlı perpendikulyar iki çevrənin uzunluğu. Uşaqlar, bu nədir? Daxili bucaqda. Daxili bucaq 90 dərəcədirsə, söykəndiyi qövs mütləq ki 180 dərəcə olmalıdır. Bax, bu bucaq, bu qövs 180. Bu qövs 180-sə, deməli BC diametrdir. Yəni BC çevrənin mərkəzindən keçməyə məcbur ki, 180 dərəcəli qövs ayırsın. Və birinin uzunluğu 16, digərinin uzunluğu 12-dirsə, BC-miz bizim olur 20. Bizdən də çevrənin uzunluğunu istəyir. Çevrənin uzunluq düsturu 2πr və yaxud da πd. Diametrimiz 20-dir. Cavabımız olur 20π. Sonuncu sualda belə. Ümumi suallara bir dənə baxış keçirək, görək burada maraqlı. Keçən dəfəki sınaqdan çox daha asan düşüb. Çətin düşməyib. Yəni bəzi suallar hətta burada məsələn sadə vuruqlarının cəmi istəyir. 7-ci sualda. Loqaritma keçən dəfəkinə nisbətən biraz daha çox deyəndə orada sadəcə yer dəyişmədə biz bilməliyik ki, tərsini verir. 49-cu sual məsələn tez-tez rast gəlməsəydi, amma rast gəldiyimiz suallardandır, standart suallardandır. Oxşarlıq asandır, sahə ilə bağlı 44-cü sual asandır, 43-cü asan sualdır. Kompleks elədilər həmçinin. Məsələn, 40-cı sual topluda, güvəndə bu tip suallar var. İndi işlənilibdirsə, görülübdürsə bir dəfə məncə yadda qalar, düşünmək olar. Bərabərsizlik çox asan. Faiz sualları burada. Yəni keçən dəfəki testdən çox asan düşüb və daha yaxşı bir nəticə gözləmək olar bu sınaqdan sizdə. Uğurlar.